Balakən şəhərində həyətyanı ev satışa çıxarılır. Dağ ətəyində yerləşir bu ev. Evin sahibi Bakıda yaşayır. Bu evi dəyərindən ucuza satır. İndi özü sizə izah edəcək olan vəziyyəti. Salam aleyküm. Hörmətli tamaşaçılar deyim, dostlar deyim, nə deyim. Mən özüm heykəltaraşam, müəllim idim, pensiya çıxıram. İndi gücüm var bu gördüyünüz şeyə çatıb, bağa. Burada 10 soqqadan çoxdur. 70'ə yaxın ağacım var. Hamısını əzab əziyyət böyütmüşəm. İndi mən şəhərdə yaşadığıma görə özümə uyğun daça kimi eləmişəm. Həm daça, həm də kim istəyir fermer təsərrüfatı məşğul olmaq istəyirsə çox gözəldir. Siz təsəvvür edin ki, görün yer xalça verə bilir ki, hər cür bitki var. Hər cür dərman üçün istifadə olunan otlar. Sonra bir mənzərəyə tamaşa edir. Biz bəlkə buraya şəhərlərdə belə olmaz. Bax, silsilə meşədir. Meşənin qırağındayım. İkinci həyətdir. Bir tərəfim gözəl, açıqlıq. İncəsənət adamları və yaxud təbiəti sevən adamlar üçün, onlar üçün bir deyərlər, tapılmış bir mənzərə. Su bulaqdan gəlir. 10 tonluq suyum var. Dolduranda mən o suyu aylarla görür. Ondan sonra ayağım heç vaxt batmır. Burada yağış yağan kimi üzü aşağı bir dağın ətəyində olduğuna görə su dayanmır. Gözəl tez də quruyur. Maşın üçün böyük həyat saxlamışam ki, yuxarı başda naviyesin fundamenti qoyulub, kim alsa Allah yerini versin. Üstünün materiallarını, taxtalarını, şifrələrini də hədiyyə verəcəm, can sağlam. Amma indi bunu yaşıma uyğun bacardığımı elədim. İndi artıq yorulmuşam. Bir qızım var, gələ bilmir. Mən aldığımı buradan rəzətini aldım, artıq 70 yaşım var. İstəyirəm mənim kimi layiqli bir insana sifət olsa. Əgər dəyər verən adam olsa, bir baxsın, görsün, necə böyük ərik ağaçları var. Ərik ağacı, alma ağacı, zoğal ağaçları, hər şey var. Demək, mən şəhər adamı olduğuma görə, mən özümü hər bir işi görəndə ehtiyatla görürəm. Yəni, bütün evin texniki şərtləri, qazın texniki şərti, işığın texniki şərti, gözəl qonşularım var. Necə deyərlər, təsərrüfat üçün can verir. Amma mən gərək onda köçəm bura, mənim də artıq 70 yaşım var, köçəm bura. Mən gəlirəm, yoldaşım gələ bilmir. Yəni, bu ailə problemidir, yoxsa mən bunu satmazdım. Dəyərindən də aşağı deyirəm. Xahiş edirəm, ciddi adamlar mənə zəng eləsin. Mən elə qiymətləyəcəm ki, tullantıdır, tapıntıdır. Necələ evin içine baxın. Düzdür, hər tamamlamamışam. Tam tamamlamamışam. Bax, mən dediyim hovuzumdur. Çox onqəsidir. Hələ çox işlər görmək istəyirdim, görüb tamamlaya bilməmişəm. Bax, bura mənim tamamımdır. Burada yarımçıqdır. Hələli içinə istifadə edirəm, skrap kimi. Patologlu zadı hər şey qaydasında. Burada plaşatkadır, oturup akşamlar oturursan sərində çay içməyə, plaşatkasıdır. Buradan tamaşa edirsən, o tərəf məndən biraz 100 metr aşağıda Balakən şəhərindən Gürcistana gedən Tamojniya gedir. Çox gözəl yerdədir. 5 addımda min hara istəyirsən get. İndi xahiş edirəm, gəlin içəri baxaq. Mən dediyim kimi. Görün, hər bir otağın öz qapısı, plastik pəncərəsi, təzə təmirdən çıxmış, bir də qalıb rengi. Rengi ona görə vurmuram ki, mən ki az gəlirəm, istəmirəm. Vurum sonra nəsə də birdən, nəsə cızlar, bəlkə olar. İstəyirəm tamam kimə qismət olsun, o köçəndə özü rəngləsin.
Bu, görürsünüz ne güzel kolum var. Taktadan. Qəşəng yaxşı vurulur. Patalokum həm şəhərdəki kimi alçıqdan bir dənə pərdələri alıb. Kim istəsə pərdələrini. Şüşələr plastikdən. Hörmətli dostlar, mən ciddi adamam, dediğimin de üstünde duran adamam. Bak yerinde kukunadır, şehir tipli kukunadır, tertemiz, parketli, temizli, içinde kalacaklı, içinde gazı, içinde isli suyu, soğuk suyu, biçimin utkası, hamama da gelir, burada gelir, isli su basan. Vasile'den vurursan gelir. Pencere, bu pencerede güzel bir panorama var. Ben burada oturup çay içende, şan elə bir iki təbiətin qoynunda oturubsan. İndi gəlin babası otağa keçək. Hansı ki, balaca otaq eləmişəm. Bunu da niyə bilirləmişəm balaca? Siz mənə deyə bilərsiniz, niyə balacadır? Ona görə ki, bu balaca otaq mənim udmanidir. Ola bilər kənd yeridir. Birdən Allah eləməsin. Qazdır, rayon yeridir, sönə bilər. Burada elə insanın nəfəsi ilə otaq qızır. Yəni burada peç var, qızdırmaq olur. Gözəl pəncərəsi, qalın divarları, porçikasından, iki tərəfdə havalı. Hər şeyi qaydasında. İndi keçirik bu tərəfə. Hərbi dostlar, bu çıraqda splaşör çıraqda, paket sistemində, özdə ən yaxşı keyfiyyətli dəmirlərlə. Çorlu pol, dvaylı çorlu pol eləmişlər, böyük diklərlə. Eləmişəm ki, içinə neslə yığmaq olsun. Yəni, bunu mən qaldırsam, görəcəksiniz ki, burada katalogunda nə istəsiz yıra bilərsiniz. Yəni, bu nə keçdi, material yıra bilərsiniz ki, həyatda içinə qalmır. Bir dənə mən, bu qonaq otağımdır, bura. Burada ki, mən gedim bəyək, navesli materialı olduğuna görə, navesli əlbanı, neysə. Və görürsünüz, arı kötüyüm var, arı istəyirdim, saxıram. Yəqin mənə qismət nəsib olmur, mən belə şeyin həvəskarıyam. Onu da verəcəm, əgər təsərrüfatçı adam olsa. Bax, bu otaqda da bütün gördüyümüz əşyaları hamısını ona hədiyyə verirəm o adama. Yalnız bir şeyə görə ki, nəzərə alın ki, 70 yaşım var, gələ bilmirəm, biraz istəmirəm şey deyəm, biraz da xəstə adamam, xəstələnmişəm. Biraz Bakıdan uzaq olduğuna görə mən hər gün gələ bilmirəm bura. Bax elə, burada olan əşyalar, hamısı lazımlı əşyalardır. Material var, ev tikməyə orada, nəves tikməyə, bax dəmirlər, bax, belə dəmirlər, dikt, materiallar, turbalar, armaturlar, Pləkən heç nə aparmayacam. Buradan mən Bakıya heç nə bura aparmayacam. Nə var? Antenasından tutmuş. Bax, antenasından tutmuş. Hamısını hədiyyə verirəm o adamlara. Amma o adamlar mənim xoşuma gəlsə, mənim özüm kimi layiqli adamlar olsa, mənə necə dərlər, üzü istəyən bu sözmə, belə şey adam, şarlatan, fırıldaq, alım, satım, belə adamlar. Mən istəyirəm, bura gələn halallıqla mənə can sağlığı arzulasın. Mən də ucuz verirəm. 22.000 qiymətə. 1 manat da düşməyəcəm. 22.000 manat da düşməyəcəm. Mən biraz xəstələnməmişdən əvvəl mən bunu heç 30'a da vermirdim. Ona görə də düzgün mənə başa düşün. 22.000'ə yalnız burada 10 sotkan torpağım. Amma mən gördüyünüz kimi, şimdi bayırdan da yenə, bayırdan da yenə göstərim sizə. Necə üstü, paket sistemidir, təmiz. Dostlar, bayaq demişdim, bax qazı mənim dövlət gəlib çəkib. Adrenlə özümün şöyle çıxayım, hamısının texniki şərtini stolbası da adrenlə mənə aid. Bax, evin materialı damı, sırnıdır damdır. Özdəki qalın dəmirdən eləmişəm. Çox monolit, çox şey. Evin divarı da şkatuk olunur. Yəni deyilən şey qalmır.
Belə bu cür. Qaldı ki, mənə deyə bilərsiniz, niyə setki eləmişəm? Setki ona görə eləmişəm ki, mən özüm təbiət rəssam adamam, heykəltaraşam. Biraz havalı istəyirəm. Mən hasara alıb boğulmaq istəmirəm. Kim alar? Allah xeyrini versin. Özü bildiyi kimi edir. Bax, bu da yolumdur. Bax, bu da yolumdur. Bu tərəfdə, bax bu tərəfdə. Qabaqçı, bir də trassa tərəfdir. Bu tərəfdə dağın Laqadetli, Gürcistan çox bənzərəli yerdir. Axşam seyr eləyəndə Gürcistanın rayonlarını görürsən. Belə. Sağ olun. Allah alana xeyir versin.